Herkese salam, kanalıma hoş gelmişsiniz kızlar. Yeni vlogumu bu formatta başlamaya karar verdim. Tabii ki sizin yazdıklarınızdan sonra kimse yazır ki en iyi nöqtəyə baxmaq bezdirir bizi. Ona göre de ben qərara geldim ki, əvvəl axır mən videolarımı o biri kanallarda da görən olub, yəni Rus kanalında. Ona göre de mən qərara geldim ki, burada da çəkəcəyəm. Əvvəllər Rus kanalında çəkirdim. İndi artıq Rus kanalında çəkmirəm, Rus dilli kanalında. Bəlkə orada da arada çəkdim, amma hələ ki belə. Hələ ki mənə bir kanalda video çəkmək ona gücüm çatır, yəni ki. İndi qızlar iş danışıqdan gedirəm. Demək, burada Rusiyada bütün şəhərlərdə var Magnet City, Magnet Kosmetik. Mən ona görə danışmışam, zəng eləmişəm. Sözün düzü mən yazmışdım, rezume atdım. Və mənə zəng elədilər. Dedilər ki, bəs gəlin. Mən də dünən idi, sıra günüydü, dedilər gəlin. Və mən bugün saat 3-də orada olmalıyam. Ona görə də indi yoldaşıma zəng edəcəm, gəlin mən götürəcək. Üçün yarısıdır indi. Bizim şəhərdə çox balaca olduğuna görə tanıyanlar tanıyır. Bir toçkadan o biri toçkaya getməyə hardasa 10 dəqiqə vaxt aparmır. Bakı kimi provka deyil. Çox balacadır. Bakı əgər bir yerə getmək olsaydı, ən azı bilirdim ki, mənə yarım saatdən 1 saata vaxt lazımdır. Yarım saat əgər olsaydı, əlbəttə ki, çox yaxşı olurdu hər halda belə. Ona görə də indi zəng eləyəcəm, gəl mən aparacaq, baxım görün necədir. Mən kosmetika mağazinində işləməm mənə xoş olardı, çim Produktovu mağazində. Çünki Produktovu'da nə bilim qızlar, o korobkaları, bizim mağazində quruş yük yox idi. Demək istəyirəm ki, biz o korobkaları qaldırırdıq. O korobkaları biz gətirirdik, məsələn, Marazilkadan Teleshkaya qoyduq. Teleshkadan gətirdik zala. Orada qoyduqlarımızı da nə qədər indi xazinə Marazilkaya yerləşdirirdiksə, sonra abratla yenə artıq qalırdı, yenə götürürdük, qoyduq Teleshkaya, yenə abratla apar, qoy Marazilkaya. Elə bil ki, bilirsiniz, qadına ümumiyyətlə uyğun bir iş deyildi. Həm də ki, günün yarısı sən qalırsan, bu işləri görürsən, günün yarısı sən çağırırlar kassaya. Kassadakı inanırsınız, əməlli başlı yalancıdırlar da. Deyəndə ki, hamı ki, Rus düzdür, Ruslarda yalan yoxdur, filan, qanun var. Heç də elə deyil. Çünki mən buna əmin oldum. Həqiqətən də bu dəfə mən gördüklərimi gördüm. Heç burada düzgünlük yoxdur. Onlar hardasa özləri götürüblər, xərcləyiblər, neyniblər, başa düşmürəm. Sonra da istəyirlər yeni gələnlərin üstünə atsınlar. Hər smenada təsəvvür edin, mən bu qədər bugün qazanaramsa, həmin miqdarda, onlar həmin məbləğdə mənim üstümə kassada minus atırlar. Mənlə dayanmayan vaxtlarında özləri dayanıblar və mən siz kassanı saymışlar, mən deyirdilər ki, sən qalmışdın, belə oldu. Amma toşda onlar qalmışdılar, onlar barəsində heç özlərində demirdilər. Mənim də yoldaşım əsəbləşdi, həqiqətən çıxdı, getdi ora, danışdı və onlara sübut elədi ki, onlar yalan danışırlar, düzgün eləmirlər və orada начальство, deməli, qoyağın ofisdə dedilər ki, bəzi onlara, yoldaşıma dedilər ki, onlar hətta bir dəfə də olsa kassanı sizin yoldaşınızın yanında saymayıblarsa, demək, onlar bu məsuliyyəti öz üzərinə götürməlidirlər. Sizin burada heç bir günahınız yoxdur. Belə. Neyse kızlar, vaxtım gedir. Mən zəng eləyim. Gəl mən götürsün yoldaşım. Maşında da çəkəcəm. Qışımızı sizə göstərərəm. Artıq orada qardı, qışdı. Şaxta yoxdur, amma ki, qar bəs qədər yağıb artıq. Bugün oktyabrın 26-sıdır. Yenə də buna da müşkür eləyirik. Çünki bizim üçün bu çox da gözəldir. Oktyabrın axırlarında qar. Çünki adətən sentyabrın axırlarında qar olurdu bizdə. Belə qızlar. Sonra gəlib sizin üçün video çəkəcəm. Qızlar, zəng elədim. Yoldaşım gəlir artıq. Vaxtım var hələ ki. 25 dəqiqə vaxtım var. Dedi, indi gəlib götürəcəm sizi. Burada baxın. Səhiyyəti göstərim. Uşaqlar burada artıq. Qavik burada lipiç eləyir. Balaca oğlan. Bilməm, görürsünüz, görmüşsünüz. Hətta oturub oynayırlar uşaqlar. Burada da. Bilmirəm, görülür yəqin ki. Uşaqlar burada oynuyorlar. Elə bir çıxar görməyəcəklərdən. Belə. Günorta kızlar bugün pişirmiştim. Mərci supu eləmişdim. Təbii ki, diyetik. Mən əvvəllər mərci supunu anlamırdım pişirməyin tərini necə. Yəni ki, mən
toyuq ətindən, yəni ya da ki, dana ətindən bişirirdim. Ətin iyi dəyirdi mərciyə, çox xoşa gəlməyən alınırdı dad. Amma indi mən bilirəm ki, ora sadəcə soğan, yerkökü və mərci əlavə olunur və salam. Daha ayrı bir şey lazım deyil. Bir də ki, spagetti eləmişdim və toyuq bişirmişdim sobada. Nara isə özüm eləmişdim. Demək, 2 dənə xilipsi idi, 2 nəzik dilim kalbasa idi və 2 nəzik dilim pendir idi. Mikrovolnovkaya qoydum və kofe ilə, bir ədəd də yumurtanın ağı ilə mən nara eləmişəm. Günortadan da azca makaron, spagetti idi, toyuq əti idi, xiyar salatı idi tərəvəzlə və vəsə. Birazca da nəcə supu yemişəm. Bugünkü yeməyim bu qədər oldu. Bundan sonra məndə yemək olmayacaq bugün. İnanırsınız, özümü elə öyrəşdirmişəm ki, 2 dəfə qidalanmaqla axşam yeməyini yemirəm. Mənə lap gözəl təsir göstərir. Belə. Kızlar, getdim, danışdım. Hər şey vəci bu yaxşıdır. Sabah deyəsən ki, stajirovkaya çıxacağam. Mağazaya girdim. Piçoruçkaya bəzi şeyləri aldım. Və indi evə gedirəm. Biraz çətindir paketlə, amma yenə də sizin üçün biraz çəkəcəyim videosuz. Mənə imbir lazımdır, limonla. Bir də ki, xiyar, pomidor. Bu dayanacaqlar bizdə Abakrevlə də Atapleniyamaylandı. Yəni ki, bunun içine girip kızışırlar soyuq olanda. Korkuram sürüşüb dəyəcəm indi yerə. Elimde kabluk var. Ama kış ayakkabısı giyindim bugün. İnanın ki kış ayakkabısını Bakıya aparmıştım. Hiçbir defa da giyinmemiştim. Şimdi burada bugün giyindim. Çünkü korktum ki tufliyle sürüşeceğim, dəyəcəm yerə. Elə. Yaşıl ışığı aspovat eləmədik. Lambuçkan sıxım. Qalıb gözlüm. Ayda elə qar səpir. Xoşum gəlmir belə havadan. Vlajni havadır. Bilmem size görürsünüz, görünmürsünüz ama qar yağır. Yaşıl ışık yandı. Keçək küçəni. Burada parikmakerskaya var kızlar. Bu bizim millətindir. Bir xanımın da. Özünü alıp buranı işlədir. Mən evdeyim artıq. Gəldim. Savaşkilərimi sizə göstərim. Var idi dediyim. Nəsə. Saçım hamısı yaşdı. İndi kudraşka olacaq yenə də. Buram nit eləmişdim. Heç xeyri yoxdur. Kızlar, sizin de aldıqlarımı göstərəcəyim. Nə aldım? Cəmi hardasa 21 manat civarında bazarlıq elədim. Üngülvari da yəni. Bunlar suşkadılar. Belə balaca halğalar. Bu çörək, drumsuz çörəkdir. Mayasız xəndirdən hazırlanır. Özüm yemişəm də yoldaşım üçün alıram. Çünki qara çörəkdir. Bu belə paliçkidir, xlebniyi. Belə bir pulski pryaniki götürdüm. Aksiyanla idi. Sonra halva götürdüm uşaqlara. Sevirlər. Yine bir pryanik de götürdüm kızlar. Zdrasti. Vişnyovu, zdrasti, slasti. Sonra özüme böyle bir bulgur götürdüm. Paketlerdədir bunlar.
Sonra kazinat götürdüm var 3 ədəd. Bu ikisi buradadır. Birini də tapacağım. Bir dəqiqə. Haddasa paketdə düşüb qalıb. Budur. 3-cü kazinat. Sonra belə bir kreker götürdüm. Krendil. Mən kofeni sevirəm. Südlü kofenin belə krendilləri. Bunu özümə almışam. Havada təbii ki istəsələr. Belə bir popcorn götürdüm xəbər üçün. Mikrovolnovkadan hazırlayaram. Mən demişdi padruşkası gələcək. Bilmirəm gələr ya gəlməz. Pomidor götürdüm azca. İnanın o qədər rəngi qırmızı deyil, başı sarı təhərdir. Heç ürəyimi yatmadı amma məcburi götürdüm çünki ayrısı yox idi. Mən Peçorочкaya getmişdim deyə. Orada biraz aşağı asortiment başqa cürdür ki Monetkada. Monetka biraz evin dalında ayrı tərəfdədir də. 2 ədəd tvorog götürdüm. Elə buna görə əsasən də getmişdim. Həm də xiyar pomidora görə. Çünki tvorog məndə bir də limon və imbir. Tvorog məndə bitmək üzrə idi. İnanın ki paçkalardakı heç sevmirəm. Mən Bakıda olan tvorogları sevirdim. Bakıda çox gözəl tvoroglar var idi. Asortiment var idi. Amma burada təbii təəssüf ki onlar yoxdur. Ona görə də məcbur qalıram bunlardan. Amma paketlərdəkini ümumiyyətlə sevmirəm. Qətiyyən. Bu qədər imbir götürdüm qızlar. Bilmirəm istəyirəm üzümə zavtara səhər detoksu düzəldim. Sonraki xiyar götürmüşəm. Azca. Hardasa 5 ədəd xiyar götürdüm. Buradan bir də ki burada limon olmalıdır hardasa. İmbirin dostu. Limon və piramid götürdüm uşaqlara. Belə bir piramid götürdüm krasnetsina. Bunlar hamısı bir yerdə götürdülər hardasa 21 manat belə uzağı 21-22 manat civarında götürdü. Mən elə gəlir ki yaxşı da almışam normal şeylərdir belə. Çox da bahalı deyil amma ki yenə də. Çünki əlimdə həqiqətən pulum az idi. Mən mağazinə getmək adı ilə çıxmamışdım evdən. Bilirsiniz də işə görə getmişdim. Amma ki düşündüm ki girim orada xiyar pomidor alım. Yoldaşım gəldi mənim yanında elə mağazın qabağında saxladı dedi işə gedirəm. Mən tələsirəm. Sən özün gedəcəksən dedim yaxşı. Mən çıxıb gəldim belə qızlar. Axşama yeməyim var. Yemək bişirməyəcəm. Yəni ki evdəkilərə mən yeməyəcəm yemək. Çünki mən artıq yedim adətdə. İndi istəyirəm biraz meyvə yeyim. Çay içərəm və salam. Belə. Qızlar burada da elə videonu bitirmək istəyirəm. Sabah dedilər ki saat 12-də gələrsən stajirovkaya. Sabah gedəcəyəm. Sözün düzü mənə o qədər atestini danışdılar işdən bilmirəm. Gedim getməyim. Amma ki belə kosmetika mağazini çətin də olsa produkt mağazinində mənə maraqlı gəldi. Mənə sual verdilər ki sən nəyə görə 12 il işlədiyin işdən sonra ora qayıtmaq istəmirsən bizə gəlirsən. Yəni mən kiçik tibb bacısıyam qızlar. Onlar mənə deyirlər ki bəs nə üçün sən ora qayıtmırsan? Deyirəm ki ora indi bu dəqiqə əvvəla mən o işə qayıtmaq istəməzdim. Bu bir. İkincisi də əgər istəsəydim də mən o işi məni götürməyəcəkdilər. Nəyə görə? Çünki indi CGB, больница, Gazprom kimidir. O dərəcədə ora lakım soçuqdur ki, hər kəsi ora götürmürlər. Sözün düzünü danışsaq qəbahət deyil ki. Dedim ki, bəs mən əvvəla istəmirəm, həqiqətən o işi istəmirəm. İkincisi də ki, istəsəydim də mən ora qayıtmayacaq, mən ora götürməyəcəkdilər. Ora təkcə tanışlıqla girmək olar, belə yox. Bu qədər qızlar. Xahiş eləyirəm sizdən. Mən baxıram videolara deməli girirəm. Statistikaya baxıram YouTube'da, YouTube studiyada 85% məni izləyənlər podpiskasız izləyirlər və 15% podpiska ilə. Xahiş edirəm sizdən qızlar. Sizə çətin olmayacaq. Sadəcə podpiska atın. Yəni ki abunə olun kanalıma. Mən də çox sevinərəm. Və mənə təbii ki bu ruhlandıracaq məni sizin üçün gözəl vloglar çəkəcəyim daha da. Çox sağ olun baxışlara görə. Allah razı olsun. Orada bir dənə xanım mənə demişdi ki mənə salam deyərsə yenidən girib baxaydım, bağışlayın. Təbriklərə görə də çox sağ olun. Məni təbrik elədiklərinizə görə doğum günü münasibəti ilə Allah hamınıza can sağlığı, uzun ömür versin. Hamıya gözəl günlər nəsib eləsin. İnşallah sizi sevirəm. Sağ olun.